Salam əziz müəllimlər, dəyərli MİQ və sertifikasiya namizədləri, hər birinizi salamlayıram. Bugün riyaziyyatdan, natural ədədlər dərsindən sırf MİQ səviyyəli sualların davamına baxırıq. Siz əgər bu suallara baxsaz, işləsəz, natural ədədlərə aid xeyli ki, MİQ səviyyəli sualın tam izahını bilmiş olarsınız. Bu dərsimizdə biz əsasən natural ədədlərin bölünmə əlamətlərinə aid sual izahlarına baxarıq. Əvvəl xatırlamaq üçün bir qədər mən natural ədədlərin bölünmə əlamətləri haqqında məlumat verim. Birə bölünmə nədən ibarətdir? Əvvəl birə bölünmədən başlayaq. Yəni bütün natural ədədlər birə bölündüyünü biz bilirik. Yəni natural ədədi hər hansı bir natural ədədi birə böldüyü ilə natural ədədin özü verir. Bu sadə bir qaydadır. 2-yə bölünmə əlaməti. Son rəqəmi 0, 2, 4, 6, 8 ilə bitən bütün natural ədədlər 2-yə tam bölünür. İndi 2-yə bölünmə budur. Sonra 2 üstü 2, yəni 4-ə bölünmə əlaməti. Son 2 rəqəmi 4-ə bölünən ədəd 4-ə tam bölünür. 2 üstü 3, 8-ə bölünmə əlaməti. Son 3 rəqəmi 8-ə tam bölünən ədəd 8-ə tam bölünür. 2 üstü 4, 16-ya bölünmə əlaməti. Son 4 rəqəmi 16-ya tam bölünürsə, deməli ədəd 16-ya tam bölünür. Bu formada davam etdirə bilərik. İndi 2 və 2 üstü n-lər haqqında bir qayda yaradaq. Deməli, belə bir dənə qayda yaranır ki, son, bax bu qaydanı qeyd edin. Son deməli n rəqəmi 2 üstü n-ə tam bölünən ədəd 2 üstü n-ə tam bölünür. Yəni son məsələn burada 2 üstü 1 olanda son bir rəqəmi 2-yə tam bölünən ədəd 2-yə tam bölünür. Burada 2 olan, yəni 2 üstü 2 olanda son 2 rəqəmi 4-ə tam bölünən ədəd 4-ə tam bölünür. 3 yazılanda 2 üstü 3, son 3 rəqəmiz 2 üstü 3 də 8 edir. 8-ə tam bölünən ədəd 8-ə tam bölünür. Bunu ümumi qayda formasında yazdım. Bunu da yəni rahatlıqla yadda saxlaya bilərsiniz. Davam edək. Son 3 rəqəmi 3-ə tam bölünən ədəd 3-ə tam bölünür. Üzr istəyirəm, bağışlayın. 3-ə bölünmə əlaməti belə deyil. 3-ə bölünmə əlaməti. Rəqəmlərinin cəmi 3-ə bölünən ədəd 3-ə tam bölünür. Sonra davam edək. 5-ə bölünmə əlaməti bəs nə idi? Son rəqəmi 0 və 5 ilə bitən ədəd 5-ə tam bölünür. İndi 6-ya bölünmə əlaməti və sairələr haqqında danışaq. 6 nədən ibarətdir? 2 və 3-dən. 2-ni 3-ə vuranda 6 edir. Eyni zamanda 2-yə və 3-ə bölünən ədəd 6-ya tam bölünür. Və ya 12 nədən ibarətdir? 3-dən və 4-dən. Eyni zamanda 3-ə və 4-ə bölünən ədəd 12-yə tam bölünür. Baxın, bunları götürəndə qarşılıqlı sadə götürmək lazımdır. 15-ə bölünmə əlaməti nədir? Eyni zamanda 3-ə və 5-ə. Bax, bu formada gedir. Yəni, bu formada davam edir. Məsələn, 36-ya bölünmə əlaməti bəs nədir? Burada 2 və 18 götürə bilmərik. Eyni zamanda deməli 4-ə və 9-a. 4 ilə 9 36 edir. Amma 4 ilə 9 bildiyimiz kimi bunların əbobu 1-ə bərabərdir. Eyni zamanda 4-ə və 9-a bölündə 36-ya bölünür. Bu formada davam etdirə bilərik. Sonra bir dənə də mən sizə davam edək. 9-a bölünmə əlaməti bəs nədir? Rəqəmlərinin cəmi 9-a bölünən ədəd 9-a tam bölünür. 11-ə bölünmə əlaməti bəs nədir? 10-a bölünmə əlamətində deyək, son rəqəmi 0 ilə bitən bütün ədədlər 10-a tam bölünür.
İndi 11-ə bölünmə əlaməti bəs nədir? Məsələn, bir ədəd yazaq burada. A, B, C, D, E, F. Bu ədədin 11-ə bölünməsi üçün cüt yerdə duranlardan tək yerdə duranları çıxırıq. Alınan fərq sıfırdırsa və ya 11-ə tam bölünürsə, deməli ədəd 11-ə tam bölünür. Yəni bax, burada da ədədləri götürəndə sondan əvvələ doğru tək yerdə duranlardan cüt yerdə duranları çıxmaq lazımdır. Baxın, F plus D plus B minus E plus C plus A. Bu fərq əgər 11-ə tam bölünürsə və ya deməli 11-ə tam bölünürsə və ya sıfırdırsa, deməli ədəd 11-ə tam bölünür. Bu qaydanı da yadınızda saxlayın. Bu formada, yəni belə bu formada digər bölünmə əlamətlərinə aid də mən qaydaları bundan sonra izah edərəm. Məsələn, 7-yə bölünmə əlamətini mən dərs izahında vermişəm. Amma bölünmə əlaməti aid məsələlərdə həmin o 7-yə bölünmədən biz yəni həmin qayda ilə biz yalnız 7-yə bölünüb bölünmədiyini biz tapa bilirdik. İndi yəni siz bunları bilsəz bölünmə əlamətləri ilə bağlı, bunlar elə sizə kifayət edir. Onsuz da yəni bunları siz əzbərləməyin, qaydaları bilin. Yəni baxın, məsələn 2-yə aid qayda çıxartdım və ya bunları qayda formasında sizə izah etdim. Əzbərləmək lazım deyil. Bu mənasını dərk edin, bu mütləq sizin yadınızda qalar. İndi suallar üzərində də biz işləyərik. Bölünmə əlamətləri demək olar sizə tam formada aydın olacaqdır. İndi misallara başlayaq. Əvvəl lövhəni silək. Bu qədər yer dizbəsidir. İndi bu misala baxaq. A-nın hansı qiymətində 94A ədədini 9-a bölsək qalıqda 2 alınır. İndi qayda formasında yadınızda saxlayın. Qalığın tapılmasında da bölünmə əlamətlərindən biz istifadə edirik. Mütləq, yəni qalıqla etkiləməyi bilmək lazımdır. Yəni bu tipli məsələlərdə biz mütləq həmin bölünmə əlamətlərindən istifadə edərik. Yəni bir var bunları bölək, ədədi tam bölək, bir dənə də var bölünmə əlaməti ilə biz rahatlıqla biz qalığı tapa bilərik. A-nın hansı qiymətində 94A ədədini 9-a bölsək qalıqda 2 alınır. İndi baxın, diqqət yetirək. 94A 9-a bölünmə əlaməti nə edir? Rəqəmlərinin cəmi 9-a bölünən ədəd 9-a tam bölünür. Baxırıq. 9 plus 4 plus A. Əgər bu cəm 9-a tam bölünürsə, ədəd 9-a tam bölünür. Deyir 94A ədədini 9-a bölsə qalıqda 2 alınır. Yəni baxın, 13 plus A. Bunu 9-a böləndə burada mütləq qalıqda 2 qalmalıdır. Deməli 5 qoyanda, indi diqqət yetirək. 5 qoyanda 18 edir. 5 qoyanda. 18 plus 2 7. Deməli burada da elədik 7. Yəni bundan böyük bir rəqəm artıq götürə bilmərik. Yəni maksimum 7. Böyüklərini götürsək artıq A burada rəqəm yox, ədəd olar. Deməli burada nə oldu? A bərabərdir 7. 5 qoyanda 18, 18 plus 2 20 olmalıdır ki, bu cəmi 9-a böləndə qalıq 2 alınsın. Deməli cavab burada elədik 7. Davam edək. Növbəti misala baxaq. A-nın hansı qiymətində 43-56A ədədi 7-yə qalıqsız bölünər? İndi bu tip məsələlər bax nə edirik? Yəni burada məsələn indi bütün qalığa bölmə əlamətlərini biz burada əzbərləyə bilmərik.
Baxın, bu tipli məsələlərdə nə edirik? Daha rahat yolunu mən sizə deyirəm. Baxın, 7-yə qalıqsız bölünmə ilə bağlı. E, Yəni deyir, bu A-nın hansı qiymətində 4356 A ədədi 7-yə qalıqsız bölünər. Baxın, diqqət yetirin. Bu tip məsələlərdə biz atma üsulundan istifadə edə bilərik. Nə edirik biz burada? Baxın, 43056 A. Həmin bu ədədi yazırıq. Minus 7-yə bölünən birdən böyük bir dənə ədəd yazırıq. 42000. Burada qaldı 15 6A. Bundan da yenə də 7-yə bölünən birdən böyük bir ədədə çıxırıq. 14 00 elədi 16 A. Yenə də 7-yə bölünən birdən böyük bir dənə ədədə çıxanda burada elə qaldı 2A. 2A qaldı. İndi bu 2A axırda qaldı. Burada A-nın qiymətində hansı rəqəmləri biz qoysaq, bu 7-yə qalıqsız bölünər. Təbii ki, burada əgər biz 21, 1 qoysaq və bir dənə də 8 qoysaq, deməli bu ədəd 7-yə qalıqsız bölünər. A-nın hansı qiymətlərində, deməli A-nın 1 və ya 8 qiymətində bu ədəd 7-yə qalıqsız bölünər. Davam eləyək. Baxın, bu qaydanı burada mən özümdə yazmışam. Yəni baxın, bu formada əgər verilərsə, tək yerdə duranlardan 2 yerdə duranlara çıxırıq. Əgər fərq 0 və ya 11-ə tam bölünürsə, ədəd 11-ə tam bölünür. Bir dənə burada nəyə diqqət etmək lazımdır? Bu belə də eləyəndə alınır əsasən. Amma bunu mən tam formada deyim sizə. Baxın, buranı mən silim. Baxın, bunu öz yadınızda saxlamayın. 11-ə bölünmə əlamətində biz sondan əvvələ doğru götürürük. Yəni sondan əvvələ doğru tək yerdə duranlardan cüt yerdə duranlara çıxmaq lazımdır. M plus D plus B-dən B minus E plus C plus A. Əgər bu fərq 11-ə tam bölünürsə və ya sıfırdırsa fərq, bu ədəd 11-ə tam bölünür. İndi baxın, burada bizə bir dənə ədəd verib. 9 deməli 98200 yəni 29A. Burada nəyə diqqət yetiririk? Yenə də sondan əvvələ doğru cüt yerdə duranlardan tək yerdə duranlara çıxırıq. A plus 2 plus 0. Eləmi? Minus 9 plus 8 plus 9. İndi bu fərqə baxarıq. Deməli, burada qaldı A plus 2 minus 17 plus 9 da burada eləyir. Deməli, 17 plus 9, 8, 17, 17 plus 9 eləyir 26. Burada da eləyir A minus 24. Bizdən A-nı istəyir. Burada yəni əgər A-nın yerində biz 2 qoysaq, A bərabərdir əgər 2 olarsa, ədəd 11-ə deməli tam bölünür. A bərabərdir 2 olanda 11-ə tam bölünür. Burada böyük bir dənə rəqəm biz artıq qoya bilmərik. A bərabərdir 2 olanda eləyir mənfi 22, bu da 11-ə tam bölünür. Belə. Deməli, A bərabərdir 2-yə. Amma daha böyük bir dənə yəni rəqəm biz qoya bilmirik. Məsələn, buraya 11 eləməsi üçün burada bizə lazımdır 13. 13 də artıq burada deməli rəqəm yox, ədəddir. Burada da A rəqəm olduğuna görə biz yalnız 2-ni götürə bildik. Davam eləyək. Qalıqlı bölmə əməlində A böl B bərabərdir C qalıqda Q, A bərabərdir BC plus Q və Q də 0 və B arasında olmalıdır. Bu qaydadır. Bu qaydaya diqqət yetirin. Yadınızda saxlayın. A bərabərdir BC plus Q-yə. A burada nədir? Bölünən, bölən, natamam qismət, bu da qalıqdır. A bərabərdir BC plus Q-yə. Yəni bölünəni tapmaq üçün böləni qismətə vurub, yəni natamam qismətə vurub üzərinə qalıq gəlmək lazımdır. Natamam qismət 5. Natamam qismət baxın burada C bərabərdir 5. Qalıq bərabərdir 7.
Bölünən ən azı neçə olar? Burada indi qalıq 7 olarsa bölünən ən azı neçə olar? Həmin bu, yəni A minimum A nəyə bərabər olar? Bərabərdir suala. Bildiyimiz kimi ən azından həmin bu B minimum burada mütləq, yəni bölən mütləq qalıqdan böyük olmalıdır. B burada minimum nəyə bərabər ola bilər? 8-ə. Deməli B bərabərdir 8-ə. Yəni minimum 8 ola bilər. İndi burada minimumun A-nı tapmaq üçün B-ni C-yə vururuq. 8 vur 5 plus 7. Bu da eləyir 47. Ən azı neçə olar? Bu da 47 eləyir. Ən azı deməli 47 eləmiş olar. Davam eləyək. Bölən 16 olarsa alına bilən qalıqların kəmini tapın. Bildiyimiz kimi qalıq mütləq böləndən az olmalıdır və sıfırdan da böyük olmalıdır. Yəni 0 əgər olarsa bu qalıqsız bölmə adlanır. Yəni qalığın 0-a bərabər olduğu hal qalıqsız bölmədir. Mütləq qalıq 0-dan böyük olmalıdır ki, burada qalıqlı bölmə yaransın. Bölən 16 olarsa alına bilən qalıqların kəmini tapın. Bu eləyir 1-dən 15-ə qədər olan ədədlərin cəminə. Bunu da biz deməli ədədi silsilə düsturu ilə hesablaya bilərik. A1 plus AN böl 2 vur N. N'də burada da 15 dənə ədəd var. A1 burada 1'dir, AN 15'dir. Böl 2 vur ədəd sayı N'ə 15. Bu da eləyir demək 120. Deməli alına bilən qalıqların kəmini tapın. Bu da eləyir 120. Növbəti misal 260-ın 7-yə bölünməsindən alınan qalığı tapın. Baxın, indi burada bir dənə qaydanı mən sizə deyirəm. Bu qaydanı mütləq qeyd dəftərinizə qeyd edin. Bu qayda hər zaman sizə lazım olar. Baxın, qalıqlı bölmə əməlində deməli sualın gedişatında qalığı bölən qədər artırıb və azalda bilərik. Qalıqlı bölmə əməlində sualın gedişatında qalığı deməli bölən qədər artırıb azaltmaq olur. 260'ı 7'yə bölmək lazımdır. İndi diqqət yetirək. 260 böl 7'yə. 260'ı biz necə yaza bilərik? 203 üstü 20 böl 7'yə. Bu elədir deməli 820 böl 7'yə. Bu 820'ni bir kənarda yazırıq. 8'i 7'yə bölürük. 1 qalıq 1 edir. Qalıqla hesablayırıq. Yəni qalıqla işləmək lazımdır mütləq. Bu qalığı yazırıq burada. 1 üstü 20 8'in əvəzinə həmin qalığı yazırıq. 1 üstü 20 böl 7'yə. Deməli bu da eləyir 1 böl 7'yə. Deməli həmin bu ədədi 260 ədədini 7'yə böləndə qalıq nə qaldı? 1. Burada deməli cavab oldu 1. Baxın, həmin qaydanı bir daha deyirəm. Qalıqlı bölmə əməlində biz sualın gedişatında bizə lazım olanda alınan qalığı bölən qədər artırıb azalda bilərik. Bu belə və bu mütləq bilirik ki, bölünmə ilə bağlı, qalıqla bağlı məsələlərdə biz mütləq qalıqlar vasitəsilə işləməliyik. Qalıqlar vasitəsilə işləmək lazımdır ki, bizim işimiz daha rahat olsun, daha tez hesablaya bilək. Ona görə ki, MIQ imtahanında bizə sürət lazımdır əsasən. Yəni məktəb səviyyəsində artıq siz işləmirsiniz. Bu MIQ səviyyəsində əgər testlər vurursunuzsa, bu qaydaları mütləq bilməlisiniz. Yəni baxın, mütləq bu tipli bölünmə misallarında yəni qalıq vasitəsilə məsələləri həll edə bilməlisiniz və sualın gedişatında alınan qalıqları bölən qədər artırıb azaltmaq olur. İndi başlayaq suala.
855 böl 7-yə bölünməsindən alınan qalığı tapın. 8-i ayrılıqda 7-yə bölürük. 1 qalıq 1. Deməli burada nə alındı? 1 üstü 55, 8-in əvəzinə 1 yazıram. 1 üstü 55 böl 7. Bu da deməli 7-də 1 edir. Deməli 855-i 7-yə böləndə qalıq 1 alındı. Bu qədər sadə. Baxaq növbəti məsələyə. A-nı 5-ə böldükdə qalıq 4 alınır. A kubu plus 5A plus 2-ni 5'e bölürsə qalıq 2 alınır. Baxın bu riyaziyyat test toplusundan olan bir sualı buraya yazmışam. Buraya indi diqqət yetirək. A-nı qalıqla işləməliyik. Bunu biz bilirik. Amma burada məsələn indi baxın nə edirik? A kubu plus 5A plus 2 böl 5. Baxın burada biz həmin bu qalıq 4'ü buraya əgər biz yazsaq, bizim vaxtımız gedər. Bizə yəni burada A kubu verib növbəti misalda A üstü 55 də verə bilər. Ona görə də biz nədir? Həmin bizə verilən bu qalığı 4'ü bölən qədər azaldırıq. 4 minus 5 bərabərdir mənfi 1 edir. Mənfi 1'in kubu plus 5 vur mənfi 1 plus 2 böl 5. Bu da bərabərdir mənfi 1 plus 5 plus 2 böl 5. Burada da deməli alınır. Deməli 6 böl 5. Burada da qalıq deməli 1 alınır. 6'nı 5'e böləndə 1 qalıq 1 edir. Burada da qalıq 1 alınır. Baxın bu formada məsələ həll olunur. İndi baxaq növbəti misala. 20 rəqəmli 777.77 ədədini 20 rəqəmli 777 ədədini 20'yə bölünməsindən alınan qalığı tapın. Bax indi bu növbəti tip məsələlərdir. Burada biz nə edərik? İndi bunlara baxaq. Əvvəl indi baxın bu məsələni həll etməzdən əvvəl mən sizə bir dənə qayda deyim. Əvvəl bu qaydanı izah edeyim. Məsələn 46 böl 14. 46'nı 14'ə böləndə deyir ki 46'nı məsələn bir dənə misal verək ki 46'nın 14'ə bölünməsindən alınan qalıq nəyə bərabərdir? 46'nı məsələn ixtisar edirik. 23 böl 7. Bu da eləyir deməli 4 işte 3 tam 7'də 2. Buna baxmırıq, qalığa baxırıq. Deməli burada qalıq deməli nə alındı? 2. Amma burada gördük ki burada 14'dür, burada artıq 7'dir. Ona görə də məxrəci deməli sürət və məxrəci 2'yə vururuq. 4 14. Ona görə ki burada 7'dir, burada 14'dür. 14'ə gətirmək lazımdır. Deməli nə oldu? 2'yə vururuq sonda. Deməli 46'nı 14'ə böləndə qalıqda 4 alınır. Bunu biz bildik. Bunu məsələn indi bu sualda indi bu qaydanı tətbiq eləyək. Bildik də, yəni sonda bu mütləq 14'ə gətirmək lazımdır. İxtisar etsək də mütləq həmin bu əvvəlki məxrəcdəki ədədə gətirmək lazımdır. İndi başlayaq bu misalı həll edək. 20 rəqəmli 7 20 rəqəmlidir bax. Bunu 21'ə böləndə nə edirik? Əvvəl bir dənə ixtisar aparaq. Burada alınır 1 1 1. Burada da alınır 7. Deməli bunu 7'yə bölmək lazımdır. Yetkiyə yoxdur. Yəni baxın burada 3'ə bölmək lazımdır. Bir səhvlik oldu. Yəni baxın 7'yi ixtisar elədik. Burada 3 qaldı. 21'i 7'yə böləndə 3 qaldı. Burada da 20 rəqəmli edirsə əgər 20'nin də deməli rəqəmlərin ilk hərfi 3'ə bölünəndə 3'ə bölünür. Deməli 20'ni bölürük 3'ə. Bu da eləyir 6 tam 3'də 2. Deməli burada da qalıqda 2 qaldı. Deməli 21'ə bölünməsi burada deməli 3'də 2 qaldı. Yəni axırda
Axırda deməli 3-də 2 alındı. Amma baxırıq, burada məxrəc 21-dir, burada 3-dür. Sonda 3 alındı bizdə. Deməli 21-ə gətirmək lazımdır. Hər tərəfi 7-yə vururuq. 21-də 14 elədi. Deməli 20-də bölünməsindən alınan qalıq nəyə bərabərdir? Bu ədədin qalıq bərabərdir, deməli 14-də. Deməli qalıq nəyə bərabər oldu? 14-də. İndi növbəti misala baxaq. 3 üstü 51-in 15-ə bölünməsindən alınan qalığı tapın. İndi diqqət yetirək. Yenə də burada müəyyən qədər baxaq. Deməli, ixtisar edə biliriksə, ixtisar eləyək. Deməli, baxın. 3 üstü 51 deyil. Bu nisbə 10 bir dənə ixtisar eləyək, bunu daha sadə formaya gətirək. Hər tərəfi 3-ə bölsək, burada 3 üstü 50 alındı. Burada isə deməli alındı 15-i də 3-ə böləndə 5 alındı. İndi baxın 3 üstü 50-nin 5-ə bölünməsindən alınan qalıq bizə lazımdır. 5-ə bölünmə əlamatı nə idi? Son rəqəmi 0 və 5 olan ədədlər 5-ə tam bölünürdü. Amma son rəqəm məsələn 4 olan ədəd 5-ə böləndə qalıqda 4 alınırdı. 2 son rəqəm 2 olan ədədi 2-yə böləndə qalıqda 2 alınırdı. Son rəqəm 9 olan ədədi 5-ə böləndə qalıqda 4 alınırdı. Ona görə ki 9-u 5-ə böləndə qalıqda 4 alınır. İndi nə eləyək? 3 üstü 50-nin deməli son rəqəmini biz tapmalıyıq ki, bu ədədi 5-ə böləndə görək ki, qalıqda nə alınır? Son rəqəm bizə lazımdır 5-ə bölmək üçün. İndi bu tipli qüvvət məsələləri ilə bağlı mən sizə bir dənə qayda deyim. Baxın. 3 üstü 1 nəyə bərabərdir? 3-ə. 3 üstü 2 nəyə bərabərdir? 9-a. 3 üstü 3 nəyə bərabərdir? 27-yə. 3 üstü 4 nəyə bərabərdir? 81-ə. 3 üstü 5 nəyə bərabərdir? Deməli 243-ə. 3 üstü 6 nəyə bərabərdir? 729-a. Diqqət yetirək indi. Baxın. İlk 4 dənəsinə baxın. İndi sonrakılara indi baxın. 3 üstü 1 ilə 3 üstü 5-in son rəqəmi nədir? Eynidir. 3 üstü 2-nin də son rəqəmi 9-dur. 3 üstü 6-nın da son rəqəmi 9-dur. Deməli son rəqəmləri hər 4 dənədən bir son rəqəmlər təkrarlanır. Qayda yazırıq. AB üstü n formasında əgər bizə qüvvət formasında olan ədədin son rəqəmini tapmaq lazımdırsa, bu zaman biz nə edirik? Deməli, n-i bölürük 4-ə. Tam hissəni, məsələn, tam hissə əgər x-dirsə, x bizə lazım deyil. X-i biz silirik, bizə qalıq lazımdır. Məsələn, əgər alınan qalıq nədirsə, qalığı məsələn, bir k-dırsa, qalığı yazırıq. Əgər həmin bu qalıq, məsələn, əgər 1-dirsə, biz bu b üstü 1-ə baxırıq. Qalıq 2-dirsə, b üstü 2-yə baxırıq. Qalıq 3-dürsə, b üstü 3-yə baxırıq. Qalıq 4-dürsə, b üstü 4-ə baxırıq. Yəni, b-nin qüvvətlərinə baxırıq. Yəni, burada həmin bu n-i böldük 4-ə. AB üstü n-in bizə bir misal verir ki, deyir ki, AB üstü n-in son rəqəmini tapın. Bu tipli bir dənə misal verir, məsələ verir. Biz nə edirik? N-i bölürük 4-ə. Ona görə ki, hər 4 dənədən bir təkrarlanır. Qalıq nədirsə, həmin qalığı B üstündə, yəni AB-nin, yəni son rəqəm B-dirsə, həmin B üstü 1-ə baxırıq. Əgər qalıq 1 alınarsa. Əgər qalıq 2 alınarsa, B üstü 2-yə baxırıq. Əgər qalıq alınmazsa, B üstü 4-ə baxırıq. Yəni, əgər qalıq 0-dırsa, B üstü 4-ə baxırıq. B üstü 4-ün son rəqəmi nədirsə, deməli, AB üstü n-in də son rəqəmi odur. Bu qayda yəqin ki, sizə aydın oldu. İndi bu qaydanı burada tətbiq edək. Deməli, nə edirik? 3 üstü 50-nin 5-ə bölünməsindən alınan qalıq lazımdır. 50-ni burada bölürük 4-ə. 50-ni 4-ə böləndə qalıq nə alındı? Deməli, 12, 48, qalıqda da 2 alınır. Bu tam hissə bizə lazım deyil. Bizə qalığın 2 olması lazımdır. Qalıq deməli burada 2 alındı. Biz artıq 3 üstü 2-yə baxırıq. 3 üstü 2. Burada son rəqəm onsuz da 3-dür. Bir dənə rəqəmdir bu. 3 üstü 2-nin 5-ə bölünməsindən alınan qalıq da 4 edir.
5'ə bölünməsinin alınan qalıq 4 edir. Deməli, burada da alındı sonda 5-də 4. 5-də 4 alındı və burada indi baxırıq. Burada 5-dir, burada 15-dir. Deməli, nə etməliyik? 15-i gətirmək lazımdır. Deməli, burada da 15-də 12. Deməli, burada cavab nə edir? 12 edir. Baxın bu formada. Qaydaları bilsəz, rahatlıqla məsələni test formada həll edə bilərsiniz. Mən əsasən burada qaydaları izah etdim deyə bir qədər vaxt getdi. Qaydaları əgər bilsəz, rahatlıqla məsələni həll edə bilərsiniz. Növbəti misal. 3 üstü 47-nin 135-ə bölünməsindən alınan qalığı tapın. Aha. İndi burada nə edirik? Deməli 135 bir dəfə 3-ə bölünür. Deməli burada alınır 135 onsuz deməli 27-yə tam bölünməlidir. 27-yə deməli 5 dəfə bölünür. Deməli baxın 3 üstü 47 bərabərdir. 3 üstü 47 böl 135-in əvəzinə nə yazırıq? 3 üstü 3 vur deməli 5. Burada indi ixtisarları aparaq. Qaldı 3 üstü 44 böl 5. Eləmi? Bəli. 44 böl 5. Deməli, indi nə edirik? İndi yenə də 5-ə bölünməyə gəldi. 5-ə bölünmək üçün 3 üstü 44-ün son rəqəmini bilmək lazımdır. İndi biz nə edirik? Yenə də 44-ü bölürük 4-ə. 11. Qalıq 0. Qalığa baxırıq. Qalıq 0 qaldı. Deməli, nəyə baxırıq? 3 üstü 4-ün son rəqəmini baxmaq kifayətdir. 3 üstü 4 81 edir. 81-i də 5-ə böləndə, yəni qalıqda 1 qaldı. 5'də 1. Amma burada 135'dir. Deməli, hər tərəfi 27-yə bölsək, alınır 135'də 27. Deməli, qalıq nəyə bərabərdir? Qalıq 27-yə bərabərdir burada. Bu formada. İndi növbəti məsələyə baxaq. İndi bu misal isə daha fərqli tip məsələlərdəndir. 70 faktorial ədədi neçə sıfırla bitir? 70 faktorial ədədi neçə sıfırla bitir? Məsələ belədir. Baxın, sıfırın yaranması üçün bizə nə lazımdır? Bizə 2 və 5 lazımdır. 2 və 5 birləşir 10 edir və 0 yaranır burada. Yəni indi 70 biz nə etməliyik indi? Baxın, 70 faktorial ədədi 2 sıfırla bitir. Deməli, indi baxın, 70 nədən ibarətdir? 1 vur, 2 vur, 3 vur, 4, 5, 6, 7 vur, 8 vur, 9, nöqtə vur, 69 vur, 70. 70 faktorial buna bərabərdir. Yəni 70 faktorial bu demək. 1-dən 70-ə qədər olan ədədlərin hasilidir. İndi biz nəyə diqqət yetiririk? Bizə yəni 2 və 5. Bizə 2 və 5 burada bir yerdə onu yaradır. İndi biz nəyə diqqət yetiririk? Burada 2'lərin sayı onsuz da burada çoxdur da. Bu bizə məlum məsələdir. 2 burada da var. Baxın 6-da da 2 var da. 2 vur 3. 8-də də 2 var. 2 üstü 3 var. Amma 9 sayı isə 5 sayı isə baxın 5 burada azdır. Onun da yaranması üçün eyni zamanda 2 olmalıdır, eyni zamanda 5 olmalıdır. 5 olması 2'nin sayı nə qədər olsa da burada 10, yəni 0 yarana bilməz. Ona görə də bu tipli məsələlərdə 5'in sayını tapmaq bizə kifayət edir. Bunu indi 70 faktorial ədədində bu məsələ bu formaya gəldi. Yəni 2 sayı daha çoxdur. 70 faktorial ədədində neçə dənə 5 var? Bu məsələ indi buraya gəldi. İndi bu tip məsələlərdə biz nə edirik? 70'i bir dəfə 5'ə böldük. Bu eləyir deməli 14. 14'ü də 5'ə bölürük 2. 2'ni də artıq 5'ə bölmək olmur. Deməli bir dəfə 14, bir dəfə 2 qaldı. Deməli 14 plus 2 bu da eləyir 16. Deməli 16 dəfə 5 iştirak edib. Yəni 2 dənə yerdə 5 2 dəfə iştirak edib. Bu 25'də və deməli 25'də 5 2 dəfə iştirak edib.
və deməli 50-də də 5 2 dəfə iştirak edib. 50-də və 25-də 2 dəfə iştirak edib. 14 dəfə isə 1 dəfə iştirak edib. Deməli 16 dəfə 5 iştirak edib. İkilərin sayı da onsuz da çoxdur burada. Deməli burada nə məlum oldu bizə? Deməli ədədin 2 sıfırla bitir. Deməli ədəd 16 dənə sıfırla bitir. Baxın bu formada. Məsələ həll olundu. Yəni növbəti misalə baxırıq. 70 faktorial ədədinin sadə vurğulara ayrılışında 5 vurğu neçə dəfə iştirak edir? Yenə də burada nə edirik? Baxın burada indi artıq yalnız 5 verib. 70-i bölürük 5-ə 14, 14-ü 5-ə 2, 2-ni artıq bir dəfə də 5-ə bölmürük. 2 və 14 tam hissələri götürürük. 14 plus 2 bu da elədi nəyə? 16. Deməli 16 dəfə 5 iştirak edir. Növbəti məsələyə baxaq. 80 faktorial ədədini ard-arda 3-ə neçə dəfə bölmək olar? Burada yəni 3-lərin sayı bizə lazımdır. Yəni 80 faktorialda neçə dənə 3 var? 80-i bölürük 3-ə. Elədi, deməli 80-i 3-ə böləndə eləyir 26, tam hissə 26-dır, qalıq 2 qalır, qalığa baxmırıq. Tam hissə bizə lazımdır. 26-nı yenə də 3-ə bölmək olursa bölürük. Burada da bölmək olur. Belədir 8, qalıq 2 qalır, qalığa baxmırıq. 3-ə bölürük. Yenə də 2 qaldı. Burada da həmin bu tam hissələri toplayırıq. 26 plus 8 plus 2. Bu da elədi deməli 36. Deməli ard-arda 2 dəfə bölmək olur. Deməli 36 dəfə bölmək olur. Ona görə 36 dəfə 3, 36 dəfə burada 3 iştirak edib. Bu formada bölünməyə aid demək olar bütün tip məsələləri mən burada işlədim. Bu məsələlərin hər birinə diqqət yetirin. Yeni tanış olduğunuz qaydalarda mütləq qeyd edin. Və bu deməli buradakı əgər hər hansı bir qayda sizə aydın olmadısa, deməli siz hələ dərs izahına baxmamısınız. Dərs izahına baxın. Bütün qaydalar orada sizə tam aydın olar. Burada da bir neçə dənə əlavə qaydalar əgər deyirəmsə, o qaydalar da sizə daha rahatlıqla aydın olar. İlk növbədə dərs izahına baxmaq lazım idi. Bu formada belə deməli mix səviyyəli bölünmə əlamətinə aid olan sualları biz burada işlədik. Bu qədər. Sağ olun.